Ölkə ərazisində aramsız yağan yağışlı hava şəraiti səbəbindən şəhər ərazisində piyadaların və sürücülərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Şirvanşəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən hərəkətin intensiv olduğu küçə və prospektlərdə, eləcə də məktəblərin qarşısında və piyada keçidlərində növbəli xidmət təşkil olunub. Vətəndaşların rahat hərəkəti üçün yol patrul xidməti və post patrul xidməti əməkdaşları tərəfindən zəruri bütün tədbirlər icra olunur. Piyadaların, xüsusən də azyaşlıların təhlükəsiz yolu keçməsi təmin edilir, sürücülərə isə hava şəraitinə uyğun normal sürət həddi seçmələri tövsiyə olunur. Bundan əlavə yolda nasazlıq səbəbindən dayanan avtomobilə də polis əməkdaşları tərəfindən köməklik göstərilib. Görülən tədbirlər nəticəsində piyada və sürücülərin iştirakı ilə ağır yol nəqliyyat hadisəsi qeydə alınmayıb.